Bəli, Azərbaycan Avrasiya Dağ Turizm Forumuna ev sahibliyi edir. Əslində forum dünəndən başlayıb, sadəcə olaraq dünən forumun rəsmi hissəsi idi. Bugün isə xizək yarışı keçirilir və hazırda gördüyünüz yarışçı Qazaxıstan təmsilçisidir. Qazaxıstan Şimbulaqski Resort. Çox gözələnir. Bəli, forumun özündə Dövlət Turizm Agentliyinin rəsmiləri, alyansa daxil olan Azərbaycan, Qazaxıstan, Özbəkistan, Rusiya və Cənubi Koreyanın dağ kurortlarının, həmçinin Belarus, Gürcüstan və Qırğızıstanın respublikaların 150-yə yaxın turizm nümayəndəsi iştirak edir və yarışçı artıq yarışını bitirdi və digər yarışa başlamasını gözləyirik. Ümumilikdə isə sırf yarış üçün 50-yə yaxın idmançı birincilik uğrunda mübarizə aparır. Turnirin keçirilməsinin əsas məqsədi isə ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini genişləndirməkdir. Onu da qeyd edək ki, turnirin sonunda qaliblər Şahdağ Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunacaqlar. O cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr də təqdim olunacaq. Hörmətli tamaşaçılar, bizim hələlik sizə çatdırmaq istədiklərimiz bu qədər. Yeniliklər olduqca canlı bağlantılara çıxmağa çalışacağıq. Sözü isə yenidən studiyaya ötürürəm.